yan masada oturan 5-6 xanım, hamısı 5-6 bir-birinə xanım bənzəyir. hamısı. Hamısı bir-birinə Allah. bənzəyir və yandan belə baxıram, bir neçəsi var. O əsas da xüsusən 2 nəfərdir ki, hansına ki mən yandan baxırdım. İlahi, yəni o mənzərəni bir də görmək istəmirəm də. Mən bunun əleyhinəyəm də. Yəni əcayib görünüş. Yəni təxminən Azərbaycan milləti qarayağız olsa da tam qara deyil də. Ona görə də Ağbəniz qarila. Ay Allah. Ağbəniz qarila. O vida salıblar. O vida salıblar özlərinə. Amma qaldı bir daha, O görünüşə. bir daha təkrar edirəm. Plastik əməliyyatın, xoş görünüşün, yaxşı görünməyin əleyhdarı deyiləm. Əksinə, tam əksinə tərəfdarıyam. Elətdirin, amma doğallıq qalmaq şərti ilə. Məsələn, mən həmişə Sibircanı misal gətirirəm. Adam gəh artlayır, gəh kökəlir. Nə eləyim, daxil eləyim, düzünə gözünə də eləyib. Amma dodağına toxunmayıb adam. Zərrə qədər də dodağına toxunmayıb. Plastik əməliyyatın əleyhinə deyilsiniz. Qətiyyən deyiləm. Amma səhv başa düşüldü orada. Yox, qətiyyən əleyhinə deyiləm. Plastik əməliyyatın əleyhinə deyiləm. Bu insanlar plastik əməliyyat əgər bəyənmirlərsə, bir yerlərdə problem varsa, qüsur varsa, bəli, hər hansı bir xoşa gəlməz, bir görüntü varsa, o onları narahat edirsə, orada bir kompleks yaranırsa onlarda, onu eləsinlər. Əcayibliyin əleyhinəyəm. Əcayibliyin.